81-ci suala baxaq. Tısbağada yetişmə zonasına toxumluğun 8 hüceyrə daxil olub. Deməli, toxumluq XX-dir. Çünki erkəklər homogametdir. Əgər 8 başlanğıc hüceyrə daxil olubsa, 32 ədəd qamet alınacaq. Bu 32-nin heç birində Y ola bilməz. Çünki XX-la başlanğıc hüceyrə XX cinsiyyət xromosomuna malikdir. Buna görə cavabımız 0. 82-ci sual. Məməli heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafazanın sonunda 4N, 4C autosom xromosomlarının sayını N qəbul etsək. Əgər burada 4N-dirsə, 4N burada N-in qarşısına verilən ədəd cinsiyyət xromosomlarının sayıdır. Autosom xromosomları N, yəni cinsiyyət xromosomlarının sayını çıxmışıq. Onda mitozun sonunda əmələ gələn hüceyrələrdən birinin xromosom sayını hansı düsturla hesablamaq olar? Bunun normal xromosomunu hesablayanda n üstəgəl 4-dür. Və xromosom sayı mitozda 2 dəfə eyni ilə olduğu kimi qalır, amma anafazadan 4n idi, düşür 2-nə. Bunu da bölürük 2-yə. N üstəgəl 4 bölünsün 2. Cavabımız Y variantı. 83-cü suala baxaq. Məməli heyvanın ilkin cinsi hüceyrəsinin bölünməsi zamanı meyozun ikinci anafazasının sonunda. İkinci anafazanın düsturu 2N, 2C'dir. Autosom xromosomun sayı N'dir. O zaman N'in qarşısındakı bu 2 onun cinsiyyət hüceyrəsidir. Həmin canlının diploid xromosom dəsti N üstəgəl 2-dir. Və onda mitozun anafazasının sonunda hüceyrədə neçə autosom xromosomlarının sayını hansı mitozun anafazasında 4N-dir. Yəni 2 dəfə artır xromosom sayı. Xromosom sayını hansı düsturla hesablamaq olar? Autosom xromosomun dedik ki N idi. 2N'imiz N olduğuna görə 2 dəfə artır, olur 2N. 84-cü sual. İnsanın ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasında, yəni 2N, 2C, N qədər xromosom var. Bağırsaq hüceyrəsində mitozun anafazasında 4N, 4C. Neçə xromosom olar? Əgər burada N qədər xromosomdursa, bağırsaq hüceyrəsində 2 dəfə artıqdır. Yəni, cavabımız 2N. İnsanın yumurta hüceyrəsində N qədər xromosom olarsa, bağırsaq epitelisinin hüceyrəsində mitozun anafaza mərhələsinin sonunda nə qədər xromosom olar? Gametimiz N-dirsə, mitozun anafazasında 4N olur. Cavab C variantı. (86-cı sual). İnsanın bağırsaq hüceyrəsinin mitoz bölünməsinin anafazasında sonunda N qədər xromosom var. Yəni 4N'imiz N-dir. İlkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasında 2N, 2C. Nə qədər xromosom olar? 4N'imiz N-dirsə 2N'imiz N bölünsün 2 eləyər. Cavab C variantı. 87. İnsanın bağırsaq hüceyrəsində mitoz bölünmənin anafaza mərhələsində N qədər xromosom var. Onun bir spermatozoidində olan xromosomun sayı, spermatozoiddə xromosom N-dir. Hansı düsturla ifadə olunur? 4N'imiz N-dirsə, N'imiz N bölünsün 4 olar. Cavabımız A variantı. 88-ci sualda. Tetraploid orqanizmin, yəni 4N, bir orqanizmdən söhbət gedir. Somatik hüceyrələrinin nüvəsində olan xromosomun sayını N ilə işarə etsək, böyük N ilə işarə etsək, bu orqanizmin qametində olan, yəni 2N qametində olur bunun. Autosomların sayını
hansı düsturla hesablamaq olar? 4n'imiz n'dirsə, bunun qametində olan düstur yarısı qədər n bölünsün 2 olacaq. Və autosom xromosom sayanda 2n'də qarşıdakı 2, onun cinsiyyət xromosomumuz çıxırıq. Cavabımız Y variantı. 89-cu sual. Sxemdə yetişmə zonasının mərhələsinə bölünməyə hazırlaşan A hüceyrəsinin xromosom yığımı göstərilib. 2N, 4C. Normal meyoz prosesi gedərsə, birinci bölünmənin sonunda əmələ gələn birinci və ikinci hüceyrələrə hansı xromosom yığımına malik olar? Xromosom sayı 2 dəfə azalacaq. N, 2C. O zaman bunların hər birindən, bu çubuqların hər birindən bir ədəd düşəcək. İndi gəlin baxaq. Cavabımız Y variantı. 90-cı sualda. 90-da sualın əksini soruşur. Əgər yarı düşübsə, xromosom sayı 2 dəfə azalıbsa, deməli bu 2N, 4C meyozun yetişmə mərhələsinə daxil olan hüceyrənin xromosom sayıdır. O zaman həmin hüceyrənin xromosom sayı B olacaq. 91-ci sualda. Toyuğun qametində autosom xromosomların sayı 38-dir. Gəlin qametində N-dir, 38-dir. Deməli, diploid sayı bunun 76-ymış. İndi bu fərdin somatik hüceyrəsinin toyuqdursa, toyuqlar dişi fərdi heterogametdir, yəni XY-dir. Bu fərdin somatik hüceyrəsində xromosom dəstini hesablayanda 76-nın deməli autosom xromosomu 76-dırsa, deməli 2 dənə də cinsiyyət hüceyrəsini gəlirik yanına. Burada da bir dənə ya X olub, ya da 38 üstəgəl Y olub. 76 üstəgəl XY. Cavabımız Y variantı. Xoruz qametində, xoruzdursa XX-dir. Qametində autosom xromosomun sayı 38-dir. Deməli, 39 bunun xromosomu var. N bərabərdir 39-a. 2N bərabərdir 78-ə. Bu fərdin somatik hüceyrəsinin xromosom dəstini deyir. 78-in 76-sı autosomdur, ikisi cinsiyyət xromosomudur. Cavabımız Y variantı. 93-cü sualda. Aşağıda meyoz bölünmə zamanı hüceyrələrdə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq göstərilib. Qrafikə əsasən hansı zaman intervalı ikinci telefazaya uyğundur? İkinci telefazanın düsturu N, S, D-dir. Deməli, xromatid sayı N-ə düşməlidir. Xromosom sayıdır. Burada N-ə düşən xromosom sayı T5 fikir versək, T5 ilə T6 arasılığında baxın, görürsünüz, X-a düşüb. Cavabımız Y variantıdır. 94-cü sualda. Meyoz bölünmə zamanı hüceyrədə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir ardıcıl olaraq verilib. Qrafikə əsasən hansı zaman intervalı birinci telefazaya uyğundur? Birinci telefazada N, 2S, 2D olur. Bizdən 2S ilə bağlı olan xromatidin qrafikdə yerini müəyyən etməliyik. Deməli, 4-dən 2-yə düşüb. Bu 0, bu deyil. Ancaq, baxın, T1, T2 aralığında 2-dir. Azalıb. Artıq anafazadan sonra gəlib, həmin mərhələ azalıb. Ona görə də cavabımız T1, T2. Sonra müəyyən müddət gedir. Xromatid sayı profaza, metafaza, anafaza, ikinci telefazada isə X-ə düşür. Yəni, artıq 1-ə düşür. 95-ci sualda. Aşağıda meyoz bölünmə zamanı hüceyrədə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq verilib. Qrafikə əsasən birinci anafazaya. Birinci anafazada düstur 2N, 4C-dir. Xromatid sayını soruşur. Xromatid sayı 4C olan burada deməli 0,
T1 aralığıdır. Bu aralıqdır. Ona görə cavabımız Y variantı. 96. İnsanda toxumluğun yetişmə zonasına daxil olmuş İnsanda toxumluğun yetişmə zonasına daxil olmuş bir ilkin cinsiyyət hüceyrəsində 2N bərabərdir, 2N 4C-yə bərabərdir. Qametlərə malik olduğu xromosomların hüceyrəsindən əmələ gələn qametlərin malik olduğu xromosomların cəmi neçə olar? Xromosom N, C, D olur. 2N'imiz 46-dır. Toxumluqdan söhbət gedirsə, erkəkləri heteroqametdir, yəni XY-dir. Və qametdə xromosom sayı 22 üstəgəl ya X ya da 22 üstəgəl Y olacaq. Xromosomlarının cəmini soruşur bizdən. Cəmini soruşursa bir başlanğıc hüceyrədən 4 spermatozoid əmələ gəldiyinə görə, 4 qamet əmələ gəldiyinə görə, burada 4-ü vururuq 22-yə, eləyir 88 üstəgəl 2X yaxud 2Y. Cavabımız A variantı. 96-cı sualda 97-ci suala baxaq. Deməli, 97-də insanın yumurtalığının yetişmə zonasına daxil olmuş, yumurtalıqdırsa homoqametdir, XX-dir. Daxil olmuş bir ilkin cinsiyyət hüceyrəsindən əmələ gələn hüceyrələrin malik olduğu xromosomların cəmi neçə olar? 4 hüceyrə əmələ gəlir. Bu 4 hüceyrənin biri çevrilir qametə, 3 isə yönləndirici cisimcik əmələ gəlir. Ancaq xromosom sayı hər birində eyni olur. 22 üstəgəl X. 22 üstəgəl X-i biz 4-ə vurduqda 88 üstəgəl 4X eləyir. Cavabımız A variantı. 98-ci suala baxaq. Xromosomların sayının birinci meyozun bölünmələrindən, fazalarından ardıcıl olaraq asılı qrafiki verib bizə. Deməli, 2N 4C-dir, sonra 2N-dir, metafazada da, anafazada da 2N-dir, telefazada N-ə düşür bu. Bu da N-dir, bu da 2N-dir. Və bizdən deyir ki, crossing over. Crossing over baş verir F1 fazasında. F1-ə A. F1A. Sonra xromosomların sentromerlə və tərtellərinin birləşməsi bu baş verir metafazada. F2-də B. Mitozdan fərqli olaraq xromosom sayının dəyişməməsi. Xromosom sayı dəyişmirsə, bu C-yə aiddir 3-ə. Anafazada dəyişmir. Çünki anafazada 2 dəfə artır, amma meyozda dəyişmir. Eyni ilə 2N olduğu kimi davam edir. Ona görə F3 bərabərdir C. F4-də isə xromosom sayının azalması, bəli, azalır. 2 dəfə D aiddir. Nüvə pərdəsinin itməsi. Nüvə pərdəsinin itməsi bu baş verir profazada. Deməli, indi baxaq. A, Y, B, C, D. Cavabımız B variantı. 99-cu sual. Sxemə əsasən səhv mülahizəni müəyyən edin. Deməli, bu canlı G1, S və G2 fazalar. Buradan bu hissəyə qədər olan faza Y, interfazadır. X isə bölünmə fazasıdır. İndi deyir ki, X-da xromatitlərin bizdən nəyi soruşur? Baxın. Səhv mülahizəni istəyir. X-da xromatitlərin sayı artır. Xeyr, X-da xromatidin sayı artmır. Interfazada xromatitlərin sayı artır. Əvvəlcə 2N 2C olur, sonra 2N 4C. Bu yanlış fikirdir. Bizdə yanlışlar istəyir. Sonra Y gamotegenezin yetişmə mərhələsində baş verir. İnterifaza yetişmə mərhələsində keçirmir.
Buna görə 2 də aiddir. Üçdə Y-də xromosom sayı xromatid sayına bərabər ola bilər. Y-ın xromatid sayı xromosom sayına bəli, əvvəlində 2N, 2C idi, sonra 2N, 4C olur. Ola bilir. Bu doğru fikirdir. 4. X gametogenezin çoxalma mərhələsində baş verə bilər. Bölünmə bəli, baş verə bilir. Bu da doğrudur. X-in müəyyən fazasında xromosom sayı arta bilir. Mitoz fazasında, məsələn, mitozun ana fazasında artır, doğrudur. Y-də hüceyrə sayı artır. Y interfazadır. Interfazada hüceyrənin sayı artmaz. 6. 7. Y-də xromatid sayı artır. Bəli, xromatidin sayı əvvəl 2C idi, sonra 4C oldu. Doğrudur. 1, 2 və 6. Cavabımız Y variantı. 100-cü sual. Eukaryot orqanizmlərdə hüceyrə bölünmələri haqqında verilənlərdən hansı doğrudur? Hər nüvə bölünməsindən sonra mütləq sitogenez baş verir. Xeyr, elə hüceyrələr var ki, məsələn, ennozolaqlı əzələ hüceyrəsində nüvə bölünür, amma sitogenez baş vermir. 2. DNT-nin ikiləşməsi interfazada baş verir. Bu doğru fikirdir. Bir hüceyrələrdə çoxalmanı təmin edir. Bəli. Çox nüvəli hüceyrələrdə baş vermir. Xeyr, yanlışdır. Yalnız 2 və 3.